Bu salatı daha öncə yeməmisiniz. Bayram süfrənizdə hazırlamağa fərqli və dadlı salat axtarırsınızsa, bu resept sizin üçündür. Kaş bu salatın dadını sizə ötürə bilsəm. O qədər dadlı olur ki, ləzzətinə inanmayacaqsınız. Salat tərkibcə vinegredı xatırlatsa da, tam fərqli bir dadı var. İlk öncə lazımi tərəvəzləri qaynadıb sürtkəcin iri gözündə rəndələyirik. Birinci qatda rəndələdiyim kartofu qabın hər tərəfinə yayıb ədviyyatlarını vururam. Daha sonra hər tərəfini yaxşıca mayonezləyirəm. Bu arada salatda öz hazırladığım mayonezdən istifadə edirəm. Nazik şəkildə doğradığım xiyar turşusunu da salatın hər tərəfinə gələcək şəkildə düzürəm. Üzərinə isə doğradığım göyərtiləri sərpirəm. Bu proses hər qatda davam edir. Xiyar və göyərti nə qədər bol olsa, salat bir o qədər ləzzətli olur. İkinci qatda rəndələnmiş kök olmalıdır. Bu qatda da xiyar turşusu və göyərtiləri vurmağı unutmuruq. Daha sonra növbəti qatda duzlu suda qaynatdığım lobyaları blenderdən keçirdib salatın hər tərəfinə yayıram. Hər qatda olduğu kimi xiyar turşusu və göyərtiləri də vurmağı unutmuram. Ən sonda çuğundurdan istifadə edirəm. Üzərini yaxşıca mayonezləyib zövqə görə bəzəyə bilərsiniz. Bu salatı bir dəfə hazırlasaz sevimli salatınıza çevriləcək. Hələlik!